Bakıda daha bir ərazidə sakinlər qurd bəlasına düşüblər. Paytaxtın Nizami rayonu Bəhruz Nuriyev 37 və 39 ünvanında yerləşən çox mərtəbəli binaların əksəriyyətini qurd basıb. Biz nə çıxa bilirik bayıra, nə otura bilmirik, nə uşaqlarımızı bayıra çıxarda bilmirik. Pis vəziyyətdir. Bloka girə bilmirik. Bisetkada bir dənə skameyka 3 yaydan bu yana, çıxandan bu yana qurd basıb gedir. Özü 3 cürə qurd var. Bir qara rəngdə, bir seri rəngdə, bir də yaşıl qırxayaq kimi. Yaydan buraya elə qurtdur da, ağ qurtlar üstümüzdə, başımızda evə gedir, uşaq ürkənir, allergiya verir. Gəlim neçə aydır allergiyadan nə qədər əziyyət çəkdi. Sakinlər deyirlər ki, özləri dezinfeksiya işləri aparsalar da nəticəsi olmayıb. Amma bizim binanı dərmanlamırlar. Ümumi bizim bloku eləmirlər. Get ərizə yaz, get kağız yaz. Mən bu kağızı yazanamsa bu mənim qulağıma girdi. Daha nə edirəm səni? Deyir baxın, blokun qapıları doludur. Xahiş edirəm, nə ola bir yaşıllıq idarəsi bir baxsın da burada. Bizim məhəllə zəng eləyirəm, deyirəm yaşıllıq idarəsi gəlsin. Yaşıllıq idarəsi göndərir mənə haralarsa. Qonşuların sözlərinə görə təmizlik işləri aparılmadıqca qurdlar digər binalara da yayılır. Bu son vaxtlar götürüb gedir bütün Bakını. Bu da həmin mənada ki, deyəndə bizim məhəllənin də eyni ilə həmin dərddədir, həmin şəraitdədir. İstəyərdik ki, adiyyəti təşkilatlar bunun qarşısını alsın. Çünki bu elə şeydir ki, əvvəllər Bakıda az-az görsənirdi. İndi tamamilə hər yeri götürüb gedir. Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətindən bildirildi ki, rayonun bir sıra ərazilərində yaşıllıqlara zərər vuran tırtılların yayılması halları müşahidə olunmaqdadır. Zərərvericilərin yayılmasının və sağlam ağaclara keçməsinin qarşısının alınması məqsədi ilə Nizami rayon yaşıllaşdırma sahəsi tərəfindən ərazidə gündəlik monitorinqlər aparılır. Zərərvericilər müşahidə olunan ağaclar isə xüsusi preparatlarla dərmanlanaraq dezinfeksiya edilir. Sözgedən ünvanda da ilkin mərhələdə zərərvericilərə qarşı tədbirlər görülüb. Növbəti mərhələdə isə dərmanlama işləri ərazini tam əhatə edəcək şəkildə davam etdiriləcək deyə icra hakimiyyətindən bildirilib. Minaya Zamanova, Davud İbrahimov, Xəzər xəbər.